Narkoloji reabilitasiya mərkəzləri ilə bağlı araşdırmamız davam edir. Ajansal Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb və bildiriblər ki, narkoloji reabilitasiya mərkəzləri lisenziyasız fəaliyyət göstərirlər. Çünki onların hazırda lisenziya alması ilə bağlı qanunda maddə yoxdur və bilirsiniz ki, bu reabilitasiya mərkəzlərinin sayı getdikcə artır. Müxtəlif şəxslər istənilən yerdə evlər kirayə götürürlər. Narkotikdən, içkidən və digər belə deyək, azart oyunlarının asılılığı olan şəxslər cəlb edirlər, onların müalicəsini həyata keçirirlər. Amma bu müalicə hansı formada reallaşdırılır? Orada tibbi müdaxilə varmı? Mütəxəssis müdaxiləsi varmı? Həm insanların, orada saxlanılan insanların ümumiyyətlə psixoloji durumu nə vəziyyətdə olur? O insanların sağlıq durumu necədir? Onlara hansı dərmanlar verilə bilər? Ümumiyyətlə onlara müdaxilə necə olmalıdır? Mənim üçün çox maraqlıdır ki, və ümid eləyirəm ki, bu məsələ ilə bağlı hüquq mühafizə orqanları da araşdırma aparacaq. Məcbur deyil ki, orada kimsə ölə, kimsə başına bir hadisə gələ və hətta bizdə olan məlumatlara görə artıq bizə mesajlar gəlir, biz onu təqdim eləyəcəyik. Faktlar var və deyirlər ki, bəli, orada işgəncə faktları da var, bir neçəsində adı çəkilmir hələ ki. Ümumiyyətlə, Azərbaycanda reabilitasiya mərkəzlərinin fəaliyyəti qanunla necə tənzimlənməlidir? Hüquq mühafizə orqanları, Səhiyyə Nazirliyi və digər insanların hüquqlarının müdafiəsi ilə və Azərbaycan vətəndaşının hüquqlarını müdafiə eləməli olan qurumların bu sahəyə nəzarəti necədir? Hazırda bizim araşdırmamızdan ilkin nəticəsi budur ki, reabilitasiya mərkəzləri heç bir nəzarət mexanizmi olmadan fəaliyyət göstərir. Amma bəli, onlar kimlərinsə çətirləri altındadır. Bunu da yəqin həmin şəxslər özləri bilirlər və artıq izləyənlər də bilir ki, reabilitasiya mərkəzləri hər halda elə belə fəaliyyət göstərmir. Onların da bir çətiri, bir sığındığı yer var, amma bu qanuni deyil. Biz millət vəkillərinə, biz ombudsman aparatına artıq sorğunu ünvanlamışıq və bütün açıqlamaları diqqətinizə çatdıracağıq və bildirmək istəyirik ki, Ajansazı izləyin və bizim saytımızda siz bu məsələ ilə bağlı ətraflı məlumat əldə edəcəksiniz.